Süleyman Aleyhisselam insanlarla birlikte yağış duasına çıkmıştı. Yolda o küçük karışka gördü. O küçük kollarını kaldırıp Rabbine yalvarırdı. Ey ruzu veren, ey lütfeden, ey yardım eden Rabbim bize yağış ver. Süleyman Aleyhisselam bunu görüp dedi. Ey insanlar geri dönün. Siz başkasının duası ile yeterince temin olundunuz. Ve sonra neyledi? Yağış emmeye başladı der. Onlar da Allah'a dua ederler. Sadece biz görmürük, bilmirik. Amma Süleyman Aleyhisselama Allah Teala hər şeyi neyləmişdi? Öyrətmişdi. Elə həmin an göydən bol-bol yağış yağdı. Bu duanın qüdrətinə, Allah'a yönəlməyin dəyərinə bir işarədir. Və nə qədər acıdır ki, bugün ehtiyac içində olanlar, sıxıntısı olanlar, görürsən ki, borcu, kədəri, ruhu sıxıntısı, hər bir şey Rəbbinin açıq qapısına yönəlmirlər. Duanın uçsuz, sərhədsiz ipini unudurlar. Halbuki Fatihə surəsi hər dəfə oxuduqda öyrədir ki, dua Allahla birbaşa rabitədir. Ümid Rəbbin qəlbimizə qoyduğu işıqdır. Hər dəfə İyyəkə nə'budu və İyyəkə nəstəin dedikdə və bir Rəbbimizə səslənirik, yalnız sənə ibadət edirik, yalnız səndən yardım diləyirik. Fatihə surəsi bizə bunu öyrədir.